uşağını artıq izləyə bilir ki, bu uşaq hansı sosial şəbəkələrə girir, nə işlə məşğuldur, hansı xəbərləri izləyir. Bu valideyn nəzarət, bəli, belə bir proqram var və hətta orada saatı da durmaq Saatı da mümkündür. durmaq Bir saatdan mümkündür. sonra sönə bilir. Onu demək istirdim ki, bunu telefonu uşağın telefona qarşı bağımlılığına, telefonu məhdudlaşdıraq, biraz azaldaq, amma bu münasibətlərin zərər görməsini gətirib çıxarda bilər. Kifayət qədər, yəni düşünün ki, dünyada 4-cü asıllıqda elektron cihazdan asıllıq 12 saat, 18 saat cihazlardan istifadə edən insanlar var və onlar reabilitasiya mərkəzlərinə gedib müalicə alırlar. Yəni bu bir xəstəlikdir, asıllıqdır. Amma bunun kökü hardan qaynaqlanıb, bunu araşdırmaq lazımdır. Uşağın ünsiyyət problemi varsa, telefona marağı artır. Uşaq təhsildən yayınırsa, telefonuna, televizora, planşetə marağı artır. Biz o problemləri düzəltməliyik ki, bu uşağın maraq dairəsi genişlənsin və onlardan uzaqlaşsın. Amma oturub sırf telefonun zərərləri ilə bağlı danışırsınız, deyəcək, mən zərərli bir şey etmirəm orada. Onu əzəz etmək üçün nə etmək lazımdır? Ona göndərməklər. Uşağın, bəli, azda vaxtının səmərəli təşkili, uşağın dost çevrəsində dost qazanmasına kömək etmək. Əgər mənim uşağımın, mən bu gün yenə etməm, 15 yaşında övladım var. Onların sanki onlayn dostları, sosial şəbəkələrdəki dostları. Əksinə, o mənim öz kiçik qardaşının belə kimlərlə dostluq elədiyini sosial şəbəkədə nəzarət eləyir və yanlış və tanımadığı adam o qarşısına çıxarsa, o dəqiqədə onu atır. Və niyə? Çünki o gedir görüşməyə ona icazə verir. Əgər bir uşağa filmə getməyə icazə vermirsə valideyn, uşaq təbii ki, keçəcək onu onlaynda danışmağa. Təbii ki, müəyyən yaşda. Əgər valideyn uşağa xərclik vermirsə, öz büdcəsini kontrol eləməyə icazə vermirsə, dostları ilə gedib velosiped sürməyə şərait yaratmırsa, dostunu, anasını evə dəvət edib, bir stəkan çay içib, bir dostluq əlaqəsi qurmursa, bu uşaq dostluğu gedib tanımadığı Amerikadan belə üzün görmədiyi, hətta özünə 20 yaş böyük adamdan dostluq eləməyə çalışacaq. Onun üçün övladlarımızın dost çevrəsinə diqqət eləməli, dost qazanmasına kömək eləməli. Çünki yeniyetmə vaxtı tez-tez küsüb barışırlar uşaqlar. Virtual dostluqlardan bəli, bəli. Əgər uşağın sosial tələbatı, yəni gedib ödəyirsə, dostlarınırsa, təhsilə yayınmır, gəlir evə ən azı 2 saat dərs oxumalıdır. Dərsini oxuyursa, o uşağın inanın nə elektron cihazı ayıracağı 1-2 saatdan çox vaxtı olmayacaq. Bəzən düzdür, biz burada valideynləri qınaya bilmərik, onlar dişliyirlər, müəyyən problemlər olur, ailə daxili, ümumiyyətlə cəmiyyətdə yaşanan müəyyən problemlər. Sadəcə olaraq qızıl ortanı əgər valideynlər tapsalar, hər şey öz yerində olar.